Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilən saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı vəsaitlərinin uğurlandığını bildiriblər. Kiberpolisin həyata keçirdiyi əməliyyat texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha 2 nəfər 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynullah Mayılov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta profillər yaradaraq vətəndaşlara aşağı faizli, sürətli və zaminsiz kredit təklif ediblər. Zərər çəkənlər Cəfər Bayramzadə və Eynullah Mayılovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarəti altına keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar. Faktla bağlı baş idarədə cinayət işi başlanılıb. Vəsiqələrinin fin kodunu proqrama daxil edirdim və kreditin düşdüyünü öyrənirdim. Proqram yüklədikdən sonra öz kartımın məlumatlarını onlara daxil edirdim. Vəsait köçən kartdan pulu çəkib öz kartıma yönləndirirdim. Eynullah Mayılov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Cəfər Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər. Kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər.